Bəni İsrail yoxsa Bəni İsmail, yaxud da İsrail evladları yoxsa İsmail evladları. Bugün gedən proseslər və Epstein kimi bir çox vəhşiliklər fonunda çehrəsi açılan Sion Yahud lobbisinin açıq-aşkar vəhşiliklərinin kökünü gərək tarixdə axtaraq. Tövratdan İncilə, İncildən Qur'ana. Qur'an bütün kitabların, özündən öncəki kitabların təsdiq edicisi və ən kamili olaraq bunlar barəsində danışır. Amma təkcə Qur'an deyil, Tövrat, İncil və bütün tarixdə olan mötəbər hədislər. Belə ki, Yahud mafiyası illər boyu, əsrlər boyu, minilliklərlə Qur'anın və Tövratın da iddialarına əsasən Allahın göndərdikləri nümayəndələri açıq-aşkar şəkildə qətliam edirdilər, genosid edirdilər. Onların bir xarakteri var idi. Onlar həmişə özlərini seçilmiş qövm kimi gördüklərinə görə Allahın nümayəndələri onlara tərəf gəlib Allahın əmrlərinə itaət etməyi onlara tapşıranda və digərləri ilə insan kimi rəftar etməyi onlara tapşıranda onların mənafeyinin ziddinə olduğuna görə bütün Allah nümayəndələrini ən pis işgəncələrlə öldürürdülər. Ən pis, bəli. Bu barədə Allah Qur'anın bir çox yerində toxunub, məsələn, belə buyurur. Yaqtulunən nəbiyyin bi qayril haqq. Bu Yahud və Bəni İsrail tarix boyu mənim peyğəmbərlərimi və mənim nümayəndələrimi aşkar şəkildə qətliam ediblər. Hətta bir çox mötəbər hədislərə əsasən və İncilin də tarixinə əsasən Qur'anda da buyurulana görə Bəni İsrailə gələn demək olar ki, son peyğəmbər, əsas peyğəmbərlərdən olan Həzrəti İsa əleyhissalamı da buna görə qətlə yetirmək istəyirdilər. İncilin özündə və hətta dəyişdirilməsinə baxmayaraq ki, bu da Bəni İsrailin işidir, Allahın son peyğəmbəri, İslam peyğəmbərinin adı var, Əhməd. Bunlar İsa əleyhissalamdan gördülər ki, Həzrəti İsa Allahın rəsulu və nəbisi olaraq Qur'anda da ayəsi gəldiyi üzərə Allah deyir ki, Həzrəti İsa bunlara son peyğəmbəri Muhammed sallallahu aleyhi və alihi müjdə verdi və kimin nəslindən olacağını danışdı. Bunlar təşvişə düşdü. Gördülər ki, Qur'an buyurduğu kimi əksəriyyəti küfrə tərəf olan Bəni İsrail gördülər ki, bunların nəslindən deyil, İsa'nın müjdə verdiyi peyğəmbər, son peyğəmbər. Ona görə də Həzrəti İsa ilə də düşmənçilik edib, onu öldürməyə çalışdılar. Amma Allah Teala Qur'anda buyurur, İştəbəhəl əmr əleyhim. Onlar səhv elədilər. İsa'nın yerinə ayrı bir kəsi səhvən öldürdülər. İsa Allahın yanına çəkildi, göylərə çəkildi. Deməli, Bəni İsrail və Bəni İsmailin davası və yaxud da Bəni İsrail adlanan qövmün Bəni İsmaillə düşmənçiliyin kökü birbaşa, əziz dostlar, İbrahim əleyhissalama qayıdır. İbrahim əleyhissalamın dövründən bu tərəfə. Belə ki, görürsünüz bu günlərdə illərdir təlaş edirlər, Siyonist lobbisinin idarə etdiyi Amerika hökuməti, məxsusən bu Trump'ın dövründə təlaş edirlər müsəlman ölkələri, məntəqədəki müsəlman hakimlərinin əli ilə Abraham müqaviləsi imzalasınlar. Siyonist rejimi ilə, quldur rejimlə normalization, adiləşdirmə kampaniyasına görə. İbrahim müqaviləsi, Abraham yəni İbrahim müqaviləsi. Deməli, İbrahim əleyhissalamın iki oğlu peyğəmbər idi. İshak və İsmail ki, Allah Qur'anda bir çox yerdə bunlardan danışır.
İshaqın nəslindən Bəni İsrail törədi. İshaqın oğlu Yaqub idi. Yaqub əleyhissalam ki, Yusufun atası idi, Həzrəti Yusufun. Yaqubun ləqəblərindən biri İsrail idi, yəni Allahın bəndəsi. Bəni İsrail Yaqubdan törədi, yəni İbrahimin İshaq adlı oğlundan Yaqub, Yaqubdan Bəni İsrail törədi. Və İsmaildən isə İsmailin nəsli tədricən zürriyyəsi gəldi. Son İslam peyğəmbəri gəldi. Bəni Haşim və Həzrəti Muhammed sallallahu aleyhi və aleyh. Bəni İsrail həmişə özünü seçilmiş qövm adlandırırdı. Biz İbrahimin oğlu İshaqdan və onun oğlu Yaqub, yəni İsraildən törəmələri və biz seçilmişləri və torpaqlar bizə vəd verilib, Nildən Fərata qədər böyütməliyik torpaqlarımızı. Hey illər, min illərlə bu iddiada yaşadılar. Və min illərlə də xəyanət etdiklərinə görə, həm Allaha xəyanət edib onun nümayəndələrini öldürdüklərinə görə, açıq-aşkar şəkildə, həm də Allahın məxluquna, yəni həm xaliqə, həm məxluqa xəyanət etdiklərinə görə bu min illərin içərisində həmişə diaspora həyatı yaşadılar. Amma açıq şəkildə, bayaq dediyimiz kimi, yaqtulunən nəbiyyin bi qayril haqq. Açıq şəkildə hədər yerə Allahın nümayəndələrini öldürürdülər, təkəbbürlərinə görə. Bunlar dedilər ki, biz Bəni İshaqdanıq, Bəni İsrail, seçilmiş qövmü, İbrahimin vəd verilən torpaqları, hər şey bizimdir. Ona görə də ta İsa əleyhissalama qədər gəldilər. İsa əleyhissalamdan sonraki keçən dövrdə bunlar hey güdürdülər İsmailin övladları. İbrahimin İsmail tərəfdən törəyən övladlarından xəbər vermişdi də Həzrəti İsa əleyhissalam ki, İsmailin nəslindən gələcək son peyğəmbər yer üzündə ilahi hakimiyyət qurmağa. Bunlar başladılar İsmail əleyhissalamın nəslindən törəyən və şübhələndikləri kişiləri öldürməyə ki, buradan gələ bilər, buradan gələ bilər. Ta son peyğəmbərimizin atası Abdullahı da bunlar terror elədilər ki, dünyaya gəlməsin. Son peyğəmbər dünyaya gəlir. Son peyğəmbər dünyaya gələndən sonra bilirsiniz də Quranda da qissəsi var. Gəlir, bunlar tez Yahud gəlir Mədinədə, bilirsən Mədinənin ətrafında Məkkədə bunların yaşayış yerləri vardı. Həmişə də fitnə fəsad salardılar da, tarixə baxın Murad. Bunların o vaxtki ravvinləri gəlirlər tez. Niyə görə? Ki, bunların nəslindən çıxsın peyğəmbər. Görürlər, yox. Peyğəmbər Bəni Haşimdən öldürməyə çalışdılar, alınmadı. Peyğəmbər çıxdı. Peyğəmbər çıxandan sonra görürsünüz, ilk 3 ildə gizlin təbliğat apardı. Xülasə, bunlar son peyğəmbərə qədər açıq şəkildə terrorlar etdilər ki, ilahi hakimiyyəti quracaq peyğəmbər ya Bəni İsraildən olmalıdır, ya da İsmail övladlarından gələcəksə biz deyəni deməlidir, əgər olmasa da o da öldürülməlidir. Başladılar son peyğəmbərə qarşı da mübarizələr aparmağa da. Bilirsiniz, Oğuz və Xəzrəc qəbilələr arasında davalar sarıldılar, nifaq edirdilər. Amma bu iş haracan getdi? Açıq-aşkar bunların qətilləri. Bax, məsələ buradadır. Bunların açıq-aşkar qətilləri gəldi Xeybər məsələsinə qədər. Xeybər məsələsindən, belə deyək, son peyğəmbərə qədər, son peyğəmbərdə gördülər ki, istədilər peyğəmbər hakimiyyət qurmasın. Peyğəmbər hakimiyyət qurdu, ondan sonra fitnələr salmaq üçün keçdilər Xeybərə. Arxa plana öz casusları vasitəsilə fəaliyyətə başladılar. Bax, bu 1400 il bundan qabaq oldu. Son peyğəmbər hakimiyyəti qurandan sonra. Diqqət eləyin. Bu peyğəmbərin hakimiyyətini dağıdıb, peyğəmbəri terror etmək üçün müxtəlif fitnələr edirdilər Xeybərdən. Ən sonuncularından, böyüklərindən biri Əhzab Xəndək döyüşü oldu. Xəndəkdə Süfyani cərəyanını, bunlar Əbu Süfyanı qızışdırdılar peyğəmbərin üzərindən, məğlub oldu Əbu Süfyan. Peyğəmbər ondan sonraki ən əsas döyüşü getdi Xeybərdə. Bunları Əlinin əli ilə bunların 2 dənə ən böyük güvənliyi Məlhəblə Harisi yerə vurdu. Xeybər fəth olundu. Bunların arxa planda apardıqları siyasət, terror siyasətləri ondan sonra daha gücləndi.
proksi qollarını daha çoxaltdılar. Peyğəmbəri Xeybərdə terror etdilər bunlar əslində. Düzdür, indiyə qədər bizə əsas deyilən budur ki, Peyğəmbər vəfat etdi, amma xeyr. Bir sıra mötəbər mənbələrdə də gəlib ki, Yahudi qadının əli ilə Peyğəmbər terror edilir. Əli əleyhissalam Qədir gecəsidir bu gecə, ilk Qədir gecəsi və zərbətləndiyi gecədir. Biz deyirik ki, Fuztu və Rabbil Kəbə, Əli əleyhissalam İbn Mülcəmin əli ilə zərbətləndi. Bu hissəsini deyirik ki, Fuztu və Rabbil Kəbə, and olsun Kəbənin Rəbbinə, Əli əleyhissalam deyir ki, mən nicat tapdım. Amma tarixdə gələn ikinci hissəsi də var. Əli əleyhissalam buyurur, Ləqəd qətələni Əbu Mülcəm barəsində. Məni həqiqətən də kim öldürdü, qətlə yetirdi? İbnül Yahud. Yahud İbnül Yahud. Yahudi oğlu Yahudi. Və bundan sonraki imamlarımızın bütün terrorlarında dolayı yolla hamısının qətlində, hətta İmam Musa Kazım əleyhissalama qədər ki, tarixdə gəlib, hamısında dolayı yolla Yahudun proksi qüvvələri vasitəsilə əli var idi. Deməli, 1400 ildir bunlar proksi işləyirdilər. Ta İslam inqilabı İranda baş verdi. Bu inqilab baş verəndən sonra da son 2-3 ilin hadisələrinə qədər proksi ilə işləyirdilər. Amma məxsusən son 12 günlük döyüş, ondan sonra Epstein hadisələri və bu döyüş aşkar elədi bütün dünyaya Siyon lobbiləri Amerikanı və bütün dünyadakı fəsadın arxa planıymış. Və məcbur oldular, açıq-aşkar meydana girdilər. Deməli, Bəni İsrail 3 mərhələsi var. İbrahimdən Yaquba, İshaqa, İshaqdan Yaquba, Yaqubdan ta son Peyğəmbərə qədər bunlar aşkar terrorlar etdilər. Son Peyğəmbərin hakimiyyətindən sonra məcbur oldular pərdə arxasına keçsinlər və lobbilər vasitəsilə, proksilərlə dolayı terrorlar etdilər. 1400 ildən sonra Allah bəndələrinin vasitəsilə onların iç sözünü açdı. Ona görə Allah İsra surəsində buyurur ki, لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ Bəni İsrailə biz dedik ki, Tövratda da Qur'andan öncə siz 2 dəfə mütləq fəsad edəcəksiniz. İkincidə bütün kökünüzü kəsəcəklər. Birincidə sizin evlərinizə qədər girən bəndələrimiz. Bəs deməli, Bəni İsrail və Bəni İsmailin döyüşü deyil, İsrail övladlarının İsmail övladlarından kinəsi bugün açıq-aşkar özünü göstərdi. Qələbə kiminlədir? Allah və Allahın nümayəndələri, Qur'an və Əhl-i Beyt qələbənin İsmail övladlarının arxasında olanlar və Bəni İsrailin həqiqi peyğəmbərlərinin həqiqi davamçılarının əlində olacağını vəd verib. Allaha əmanət olun.